19 oktyabr tarixində Beynəlxalq Qalereyada unudulmaz bir sənət bayramı yaşandı. Layihə rəhbəri Aygün Əzizovanın təşəbbüsü ilə Azərbaycan Rəssamlar İttifaqının üzvü 28 nömrəli məktəbin müəllimi Səkinə Hüseynovanın rəhbərliyi 25 şagirdin iştirakı ilə Zəfərin Rəngləri adlı masterklass təşkil olundu. Tədbir 8 noyabr Zəfər gününə həsr olunmuşdu və gənc rəssamların Zəfərin Rəngləri mövzusunda işlədikləri əsərlərlə yadda qaldı. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İskəndərova, 30 illik Qarabağ münaqişəsinin sona çatması ilə əldə olunan Zəfər gününün tarixi və mənəvi əhəmiyyətindən danışdı. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbənin xalqımız üçün qürur mənbəyi olduğunu vurğulayaraq, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, əskərlərimizə can sağlığı arzuladı. Tədbirdə publisist Elnur Əmirov, yazıcı və təhsil işçisi Pərvanə Mehmanlı, təhsil işçisi Nargilə Dosməmmədova və Qarabağ müharibəsi iştirakçısı, tibb işçisi Nəzakət Baxışova fəxri qonaq qismində iştirak etdilər. Onlar Zəfər tarixindən söz açaraq gənc rəssamlara uğurlar arzuladılar və onların bu cür tədbirlərdə iştirakının gələcək nəsillər üçün örnək olduğunu qeyd etdilər. Masterklass çərçivəsində şagirdlər Zəfərin Rəngləri mövzusunda əsərlər yaratdılar. Bu əsərlər yalnız rənglərdən ibarət deyildi, hər biri bir duyğunu, bir xatirəni, bir qəhrəmanlıq hekayəsini özündə daşıyırdı. Zəfərin Rəngləri tədbiri gənc nəslin vətənpərvərlik hisslərini sənət vasitəsilə ifadə etməsi, tarixə və qələbəyə olan bağlılığını nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbir yalnız bir sərgi deyil, həm də ruhun, yaddaşın və gələcəyin rənglərlə danışdığı bir gündür. Gənc rəssamlar fırçaları ilə Zəfər tarixini yazdılar, səssiz, lakin güclü bir dillə. Səkinə Hüseynova çıxışında şagirdlərin rəssamlıq bacarıqlarından və onların bu sahədə əldə etdikləri uğurlardan danışdı. O, gənc istedadların gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyinə inandığını bildirdi. Zəfərin Rəngləri mövzusunda işlənmiş əsərlər, Zəfər gününün emosional və tarixi yükünü rənglərlə ifadə edərək tamaşaçılarda dərin təəssürat yaratdı. Tədbirin sonunda şagirdlərə publisist Pərvanə Mehmanlının və yazıcı Elnur Baxışın kitabları hədiyyə olundu. Masterklass iştirakçılarına diplomlar təqdim edildi və xatirə fotoları çəkildi. Bu, onların sənət yolunda ilk addımlarını daha da mənalı və unudulmaz etdi.